Değerli yoldaşlar, xoş gördük hər birinizi. Mən Fariz müəllim Axundzadə. Bugün sizlərlə ənəyə sadiq qalaraq MHM-in test toplusundan sifət mövzusunun izahına baxırıq. Gəlin vaxt itirmədən keçək izaha. Hansı isimlərin kökü feil olsa da feildən düzəlməyib? Baxın, bu axtarışda sözünün kökü axtarmaq feilidir, düzdür? Axtarış. Bir dənə leksik şəkilçi olduğu üçün nədən yarandığını bilmək üçün bunu pozsaq, elə axtarmaq feilindən də yaranıb. Biri çıxın. Küskünlük sözünün kökü küsmək feilidir. Bundan küskün sifəti yaranır, küskünlük ismi yaranır. Kökü feil olsa da sifətdən yaranmış isimdir. Bunu götürün. Sür, sürücü, sürücülük. Kökü sür feili olsa da sürücü ismindən yaranmış sürücülük ismidir. Soyu, soyut, soyuducu. Soyuducu. Kökü soymaq feilidir, elə soyutmaq feilindən də yaranıb. Düz feilindən düzgün sifəti, bundan düzgünlük ismi. Kökü feildir, sifətdən yaranmış isimdir. 2, 3, 5 yəni C variantıdır. Hansı cümlələri fərqləndirilmiş isim səhv yazılıb? Bilirsiniz ki, ömür sözüdür. Bu sözlər yalnız mənsubiyyətdə sayətini itirir, halda sayətini itirmir. Ömrüm, siz mənim ömrüm deyirsiniz, mənsubiyyətdir. Sənin ömrün bu zaman burada mənsubiyyətdir. Sayət düşməlidir, amma düşməyib. Cavab B-dir. Ömrünün sonuna yaxın sənin ömrün görürsünüz əsasda düşüb. Normaldır. Burada deməli ümumiyyətin çıxışlıq halda düşməyəcək. O bunları öz ömrü mənsubiyyətliyə düşüb. Fərqləndirilmiş söz təsiri haldadır. Dərs kitabı onun kitabı deyirsiniz, mənsubiyyətdir. Bizə məktubu yazandan sonra, nəyi yazandan sonra məktubu, bu təsirlikdir artıq. Həyatı qalmaqalla onun həyatı, onun günahı, onun dostları. Bunların hamısı mənsubiyyətdir. Bizim binanın həyəti şəkilsənin ardıcılığını soruşur. Bilirsiniz ki, şəxs əvəzliyi mənsubiyyət qəbul eləmir, yiyəlikdir. Binanın həyəti ismi birləşməlidir. Bu da yiyəlik olacaq və həyətindəki də mənsubiyyətdir. Yiyəlik, mənsubiyyət, yəni E variantı. İsimlərə şəkilsənin qoşulma ardıcılığı. Bilirsiniz ki, cəm, mənsubiyyət, hal, xəbərlik bu ardıcılıqla qoşulur. Bilirsiniz ki, bunların birini digərinin əvvəlinə keçirmək olmaz. Eyni zamanda bilirsiniz ki, təsiri haldan sonra xəbərli şəkilçisi də olmaz. Çünki təsiri hal xəbər olunur. Ona görə səhv E variantı təsiri haldan sonra xəbər gələ bilməz. Əlaçı arzusu. Bilməlisiniz ki, əlaçı sifət deyil, isimdir. Əlaçı. Eyni zamanda əlaçının arzusu qeyri-müəyyən yiyəlik haldadır. Amma burada deyil, adlı halları səhv budur. Digərləri doğrudur, düzəltmədir, başlanğıc formalıdır, ümumi isimdir. Və əlaçı sözü, əlaçı qeyri-müəyyən təsiri halda olduğu üçün, təsiri halı vizual olaraq görmədiyimiz üçün buna deyirik başlanğıc formalıdır. Hansı cümlə yiyəlik halda olan isimlə başlayır? İsim burada sənin açar məqamındır, xəstə sifətdir, öz əvəzlikdir, sən əvəzlikdir, 10-cu saydır, gəncliyəmə isimdir. Cavabı C variantı. Doğru fikri bizdən soruşur. Qeyri-müəyyən yiyəlik halda olan söz müstəqil şəkildə cümlə üzvü olur. Xeyr, ola bilməz. Bu yanlışdır. Yönlü halda olan isimlərin tələffüzündə kökdə dəyişmə ola da bilər, olmaya da bilər. Bu doğrudur. Və nəzərinizə çatdırıram ki, yönlü halın öz şəkilçisində fərq olmur heç vaxt, amma kökdə ola bilər. Təsiri halda olan isim cümlənin tamamlığı xəbəri kimi çıxış edir. Təsiri halda heç vaxt xəbər olmaz. Bu da yanlışdır. Yerli halda olan sözlər təyin ifadə vasitəsi olmasa da zərfliyin ifadə vasitəsi olur. Bəli, bu doğrudur. Çıxışlı halda olan söz sifətlə əlaqəyə girə bilər. Bu da doğrudur. 2, 4, 5, yəni B variantı olur. İsimlərin biri sifətdən düzəlməyib. Sənsizlik ismi sənsiz sifətindən düzəlib. Sev sözündə sözün kökü sevdi, imli burada leksikdir, yaxşı. Sevimlilik sevimli sifətindən düzəlib. Döyüşkənlik döyüşkən sifətindən düzəlib. Vicdanlı və xəbərçilik. Vicdanlı da isimdən düzəlib, xəbərçilik də isimdən düzəlib. Amma bizə deyir ki, isimlər vicdanlı sifət olduğu üçün çıxırıq, cavabları D variantı. Xəbərçi, əlaçı tipli sözlər isimdir. Verilən fikirlərdən çünki çıxına yaranıb. Verilən fikirlərin hansı doğru deyil? Həm mənsubiyyət, həm də xəbərli şəkildə şəxs ilə bağlı olur. Bəli, üçüncü şəxsin xəbərliyi və ya da mənsubiyyəti. Təsiri halı isimlər qoşmaya işlənə bilmir. Bəli, təsiri və yerli qoşmaya işlənmir. Çıxış halda olan sözlərə tələffüz zamanı sözə dəyişiklik ola bilər, olmaya da bilər. Bəli, səndən və yaxud da ki, kitabdan. Birində fərq olur, digərində yox. Təsiri halda olan söz insan anlayışı bildikdən sonra cavab verə bilmir. Yoldaşlar, yadınızda saxlayın ki, qeyri-müəyyən təsiri və qeyri-müəyyən yiyəlik hallar yalnız nə sonra cavab verir. Ona görə qeyri-müəyyən təsiri və qeyri-müəyyən yiyəlik halda olan isimlər istər deməli canlı varlıq bildirsin, şəxs bildirsin və yaxud cansız varlıq bildirsin. Bütün halda nə sualına cavab verəcək? Məsələn, deyirəm ki, məktəb müəllim axtarır. Burada müəllim qeyri-müəyyən yiyəlik təsiri haldadır, yalnız nə sualına cavab verəcək? Ona görə D yanlış cavabdır.
Qeyri-müəyyən təsiri halda olan söz formaca dəyişərək yerini dəyişmə olur. Bəli, qeyri-müəyyən təsiri halı müəyyən təsiri halı çevirib cümlə daxilində yerini dəyişə bilərsiniz. Hansı cümlələr yiyəli halı isimlərlə başlayır? İsim asar məqamlı olmalıdır. Deməli, evdəki sifətdir, yuxarı zərfdir. 3-dən 4-ü çıx. Cavab qalsın ne variantı? Yalançı isimdir. Qarı, yadınıza saxlayın. Qarı isimdir, amma qoca sifətdir. Kəndli də isimdir. Mənsubiyyət şəkilçili hansı isimlərin aid olduğu şəxs dəqiq deyil. Hansı mənsubiyyət şəkilçili isimin əvvəlinə sənin və yaxud da ki, onun sözlərini eyni vaxtda artıra bilirsənsə, deməli, o dəqiq deyil. Məsələn, dünən qardaşındakı hansı isim deyir? Baxın, isim deyir, düzdür. Qardaşındakı sifətdə, ona görə bildirə avtomatik çıxmalısınız siz. Mən üzündə qəribə bir sıxılma hiss etdim. İndi gəlin, mən sənin üzündə qəribə sıxılma hiss etdim, onun üzündə. İki hər ikisinə uyğun gəlir. Gələk ora kitabım. Bu kitabım zaten mənim kitabımdır. Bunu sənin, onun kitabın deyə bilmərsiniz. Bunu çıxın. Dəftərini unudub, sənin dəftərini unudub, öz dəftərini unudub. Sabah gələn çiçəyini gətirəcəm. Sənin çiçəyini, onun çiçəyini. 2, 4, 5. Cavab olur burada. Nə oldu 2, 4, 5? Cavab oldu B variantı. Davam eləyək. Bunu da çıxmışdıq. Hansı isimlər cümlədə xəbərin ifadə vasitəsi ola bilməz? Xəbərin ifadə vasitəsi ola bilməməsi üçün təsirli halda olmalıdır və bilirsiniz ki, bu tipli sözlər yalnız mənsubiyyətdə sahitini itirir. Sahit düşməyibsə, deməli təsirlikdir. Oğul sözündə, çiyin sözündə və burun sözündə sahit düşməyib, deməli təsirlikdir və xəbər ola bilməz. Cavab olur E variantı. Verilən sözlərin neçəsi düzəltmə isimdir? Əla, ç, yoxuş sadədir, şəhərli, xoşbəxtlik mürəkkəbdir. Soyu, soyud, ucu. 3 dənə cavab olur D variantı. C variantı üzr istəyirəm. 15. Cənnət anaların ayaqları altındadır. Cənnət bilirsiniz adlı haldadır. Anaların ayaqları. Anaların da burada deməli yiyəli haldadır. Yiyəli haldadır. Ayaqları altı, ayaqlarının altı, ayaqları da qeyri-müəyyən yiyəli haldadır. Ona görə burada adlıq, yiyəlik var, ilə cavab var. Cənnət anaların ayaqlarının altındadır. Belə düşünsəniz, ayaqları sözü görəcəksiniz ki, qeyri-müəyyən yiyəlik haldadır. O məktub göndərdi, amma məktub çatmadı. Nümunədəki isimlər isim deyir, düzdür. Məktub göndərdi, məktubu göndərdi. Təsirli haldadır. Amma məktub çatmadı. Çatmadı nə məktub? Bu da adlıq haldadır. Təsirli adlıq. Təsirlik adlıq. B variantı. 16-cı cavabı olur B. Həm ümumi, həm də xüsusi isim kimi işlənə bilən sözlər. Baxın, sevil sözü adam adı olur, amma belə sevil sözü ümumi isim olmur da, sevil feil ola bilər. Nadir sözü sifət olur, azad sözü sifət olur, azad sözü sifət olur. Cavab olur B variantı. Hansı şəkilçədə isimin quruluşunu dəyişməyib? Baxın, isim deməsəydi, söz desəydi, burada elə hamısını götürərdik. Amma əkin sözündə in ismin quruluşunu dəyişib deyə bilmərsiniz. Niyə? Çünki əkin sözündə in sözün quruluşunu dəyişib, ismin quruluşunu dəyişməyib. Axı əkmək feildir, bunun əkin ismi yaranıb. In burada ismin yox, feilin quruluşunu dəyişmiş sayılır. Ona görə ismin quruluşunu dəyişmək deyəndə burada ini götürməyəcəksiniz. Yaxşı? Ona görə digərlərini amma 2, 3, 4, 5 götürəcəksiniz və cavab olacaq D variantı. Cədvələ uyğun fikirlər bizdən soruşur. Salxım sözü toplu isimdir. Bu yanlış cavabdır. Sürü sözü isim və feil kimi quruluşda düzəltmədir. Bu doğru cavabdır. Hamısının kökü sürdür. Beyni sözünün aid olduğu haldakı isimlər qoşmalarla işlənir. Beyni sözü təsirli halda bu qoşma ilə deməli işlənməyəcək. Bu yanlış fikirdir. Əhali sözü məzmunca təkdədir. Xeyr, toplu isim olduğu üçün məzmunca cəmdədir. Bu yanlışdır. Sinifi sözünə şəkilçisini dəqiq müəyyən etmək olar. Xeyr, olmaz. Bu da yanlış fikirdir. İndi görə hansı qarşındakına uyğundur? Yanlışdır, qarşısına doğru yazılıb çıxın. Doğrudur, yanlış yazılıb çıxın. Yanlışdır, yanlış yazılıb götürün. Yanlışdır, doğru yazılıb çıxın. Yanlışdır, doğru yazılıb çıxın. Tellərini dolayır boynuma ay gecələr. Mənim sirdaşımsınız gecələr, ay gecələr. Yoldaşlar, nə zaman ay boynuma qolun doluyur? Gecələr düzdür. Deməli, burada nə vaxt, nə zaman sualına cavab verdiyi üçün gecələr burada zərfdir. Amma digər gecələr nə sualına cavab verdiyi üçün isimdir. Və sizə belə bir şey deyim. Bu sualın əsas məntiqi buradadır ki, gəlin indi bir izah edib deyəcəm. Gecələr sözünün hamısı isimdir. Bu yanlışdır. Çünki bu gecələr sözü zərfdir, digərləri isimdir. 3 sözdə mənsubiyyət şəkilçisi işlənib, biri quruluşda düzəltmədir. Tellərini mənsubiyyətdir, dolayır boynuma mənsubiyyətdir, mənim boynum.
Ay gecələr. Mənim sirdaşım mənsubiyyətdir. Və bura sirdaş sözü düzəltmədir. Tel, boyun və gecə sözü sadədir. Ya daha doğrusu tel, boyun sözləri sadədir. İçini götürdük. Yəli halda olan isim işlənməyən nümunədə amonimli olan isim var. Birisi ki, heç bir yəli halda deyil. Mənim söz yəli haldadır, amma isim deyil də, düzdür? Amonimli olan isim var. Bəli, var. Məsələn, burada ay sözü amonimdir. 3-ü də götürürük. 3 isim cəm şəkilçisi qəbul edib, ikisinin sintaktik vəzifəsi yoxdur. 3 isim cəm şəkilçisi qəbul edib. Tellərini, tellər dolayır boynuma ay gecələr. Mənim sirdaşımsınız gecələr, gecələr. Buradakı cəmi saymıram çünki bu isim deyil. 3 isim cəm şəkilçisi qəbul edib, bura qədər doğrudur. İkisinin sintaktik vəzifəsi yoxdur. İndi düşünürsünüz ki, bu gecələr sözləri xitabdır, deməli sintaktik vəzifəsi yoxdur. Yoldaşlar, niyə sintaktik vəzifəsi yoxdur? Demişək, xitab var sözün sintaktik vəzifəsi elə qrammatik cəhətdən cümlə üzrə bağlı olmayan söz qrupudur. Və sintaksə keçirik deyə bunların sintaktik vəzifəsi var. Sadəcə sintaktik cəhətdən cümlə özü kimi təhlil olunmur. Amma sintaktik bir vahiddə axı. Sintaksə keçiriksə bu sintaktik bir vahiddir, düzdür? Ona görə cümlə özü kimi təhlil olunmaz, amma sintaktik vəzifəsi var. Yoxdur fikri yanlışdır. Bunu çıxacaqsınız. Mənsubiyyət şəkilçili sözlər fərqli hallardadır. Baxaq. Tellərini təsiri haldadır, dolayır boynuma yönlü haldadır, ay gecələr mənim sirdaşım, bu da adlı haldadır. Fərqli haldadır, bura qədər doğrudur. Biri müstəqil şəkildə cümlə özü rolunda deyil. Tellərini dolayır, dolayır nə tellərini, nəyi tellərini, boynuma gecələr. Mənim sirdaşımsınız. Hə, mənim sirdaşım elə bil ki, mənim sirdaşım ismi birləşmədə birlikdə təhlil olunur və müstəqil cümlə özü deyil. Ona görə elə bu tərəfdə düzdür. 5-də 3-sə 2, 3, 5. Bu sualın cavabı olur D variantı. Bu sualın əsas məntiqi onu deyəcəkdim. Bu sualın əsas məntiqi D 4-cü punktdadır. Onu da izah elədim. Hiləgər düşmən dilənçi adamı onların ordusuna göndərir cümləsinin təhlillə bağlı doğrunu bizdən soruşur. Baxaq. Cümlədə cəmi 4 isim var. Hiləgər sifətdir, düşmən isimdir, dilənçi isimdir, adam isimdir, onların ordusuna ordu isimdir. 4 isim var, doğrudur. İsimlərin ikisi adlı haldadır. Düşmən, dilənçi adamı, onların ordusu. Adamı təsirlikdir, ordusuna yönlükdür, amma dilənçi və düşmən və dilənçi sözləri adlıqdır, içində götürürük. İsimlərin biri yiyəlik, biri isə təsiri alınır. Düşmən, dilənçi adamı, onların görürsünüz yiyəlik yoxdur, çıxın. Düzəltmək üçün feildən düzəlib. Deməli, söhbət dilənçi sözündən gedir. Dil, dilə, dilən, dilənçi, bəli, feildən yaranıb. Fərqləndirən söz formaca cəmlik bildirir. Deməli, ordu sözü bura fərqləndirilib. O ordu sözdə formaca yox, məzmunca cəmlik bildirir. Ona görə 1, 2, 4, 21-in cavabı olacaq C variantı. Beyni və şəkli doğrunu soruşur bizdən. Cümlədə xəbər kimi işlənə bilməz. Bu doğrudur da təsiri haldadır, çünki şəkilçisi düşməyib. O da xəbər olmaz. 1 doğrudur. Gəlin bir olmayanları çıxaq. Aid olduğu halı dəqiqliklə demək olar. 2 də doğrudur. 1, 2. Deməli, 1, 2-dirsə 4-dən 3-ə baxaq. Hal şəkilçisi qəbul edəndə saytını itirir. Bu ortaya yaza bilmərsiniz, çünki beyin sözü halda yox, mənsubiyyətə saytını itirir. Mənsubiyyət şəkilçisi qəbul edib 4-ü biz dəqiq deyə bilməliyik, axı mənsubiyyət şəkilçisi qəbul edib. Bunu saxlayaq. Hələ belə bir şey deyim sizə. Şəklin sözün deyinki mənsubiyyət qəbul. Baxın, beyin sözü mənsubiyyət qəbul eləməyib. Ona görə 4 ortada olmaz. 4-də çıxsaq, yiyəli halı söz kimi düşünmək olar. Bəli, 5-ə aiddir. Daim özündən əvvəl yiyəli halı söz tələb edir. Altını deyə bilmərsiniz, axı daim özündən əvvəl yiyəli halı söz tələb edir. Bəlkə elə yiyəli haldadır. Ona görə bu sualın cavabı deməli C olacaq. Bizim gözətçimiz bizi göz açmağa da qoymadı. Cümləsinin təhlili ilə bağlı doğrunu soruşur bizdən. Baxaq. Yönlü halda işləmiş isim var. Açmaq məstərdir, isim deyil. Bunu çıxın. İsimlərin hamısı quruluşda sadədir. Göz, gözət, gözətçi. Gözət sözün bu formada təhlil eləyəcək, yoldaşlar. Ona görə hamısı quruluşda sadədir fikri yanlışdır. İsimlərin biri qeyri-müəyyən təsiri haldadır. Bizim gözətçimiz bizi göz açmağa qoymadan təsiri halı bir şey yoxdur. Qeyri-müəyyən təsiri halı bir şey yoxdur. Düzəltmək isə adlı haldadır. Bizim gözətçimiz və gözətçimiz adlı haldadır. Cavab dedi. Adlı hallar işləmiş 2 isim var. Bizim gözətçimiz bizi göz açmağa da qoymadı.
Göz açmaqda göz sözünə göz açmaqda göz sözünə ayrıca isim deməyəcəksiniz. Çünki göz açmaq B-dədir, yaxşı. Ona görə bu sualın cavabı D olmuş olacaq. Yəni adlı halda 2 isim var. Fikri yanlış. Bir dənə göz açı söz adlı haldadır. Sonra təmizlik şeh damlasında körpələrin üzündədir. Nümunəsinin təhlili ilə bağlı doğrunu bizdən soruşur. Baxaq indi. İsimlərin işli yiyəlik halları. Təmizlik şeh damlasında şeh yiyəlik haldadır. Körpələrin üzündə körpələr yiyəlik haldadır, amma isim deyil deyə anı çıxırıq. Adlı halda olan isim işlənməyib. Niyə? Şeh damla təmizlik. Hə, özü bir şey demək sizə. Hətta şeh qeyri-müəyyənə demişdik. Təmizlik olacaq adlı halda. Damlasında, üzündə körpə sifətdir. Şehdə qeyri-müəyyənlik haldadır. İki isim yox. Adlı halda olan isim işləmə fikri yanlışdır. Təmizlik adlı haldadır. Mənsup şəkildə isimlərin biri isimlə əlaqədar deyil. Burada körpələrin üzündən söhbət gedir və üzü sözü həqiqətən mənsubiyyətdir və isimlə əlaqədar deyil də körpə sifəti ilə əlaqədardır. Düzdür? Ona görə cavab C-dir. Xəbərli şəkildə söz müstəqil cümlə üzvü kimi çıxış edir. Müstəqil deyil, axı körpələrin üzü birləşməli deyə birlikdə cümləsi var, müstəqil deyil. İsimlər quruluşca eynidir. Niyə? Təmizlik düzəltmədir, şeh sadədir. 25-ə baxırıq. Hansı cümlədə ayrılıqda kim sualına cavab verən isim cümlə daxilində nə sualına cavab verir? Nə sualına cavab vermək üçün cümlə daxilində qeyri-müəyyən, təsirli və yiyəlik halda olmalıdır. Belə işlərdə müdir imzası həll edilir. Müdir imzası qeyri-müəyyən yiyəlik haldadır deyə nə sualına cavab verəcək? Baxırıq 26-cı suala. Fərqləndirən hansı sözün aid olduğu hal eyni anda isimə aid maksimum 3 qrammatik şəkilçi qəbul edə bilər. Söhbət təsirli haldan gedir ki, təsirli hal isimə aid 3 qrammatik şəkilçi qəbul edir. Çünki xəbərli şəkilçisini qəbul eləmir. Fərqləndirilən. Burada kənd sözü fərqləndirilib, yerli haldadır. Burada sənin sözü fərqləndirilib, yerli haldadır. Burada evdən sözü fərqləndirilib, çıxışlıqdır. Burada dadə, yerlikdir. O cavab olacaq D variantı, onun sözü təsirli haldadır. 27-yə baxırıq. Hansı cümlədə yanaşı işləyən isimlərin halları fərqlidir? Sirlərlə dolu olan həyat xəritəsi gizli saxlanmış bir xəzinədir. Bu həyat xəritəsi deyil də, bu intonasiyanı oxuyun bunu. Sirlərlə dolu olan həyat adlı haldadır. Xəritəsi gizli olan bir xəzinədir. Xəritəsi onun xəritəsi, bu da adlı haldadır. Azadlıq ağacı bar verə bilməli, yox. Azadlıq ayrıca mübtəda deyil. Burada azadlıq ağacı birlikdə mübtədadır. Yəni bar verən azadlıq deyil, bar verən azadlıq ağacıdır. Və bu azadlığın ağacı, bu qeyri-müəyyənlik haldadır, ağac sözü adlı halacaq B variantıdır. Ana borcu deyil bu. Ana borcu deyil ki, qeyri-müəyyənlik halda ola birinci tərəf. Bu bilirsiniz necə oxunur? Ana borcu heç cür ödənilə bilməyən varlıqdır. Ana ayrıca mübtədadır, borcu da ayrıca deməli mənsubiyyət şəkilçisidir. Borcu heç cür ödənilə bilməyəndə fe'l və tərkibin daxilində təyin olur. İnsan əməli ağac meyvəsi ilə tanınır. Yəni bunu belə oxuyursunuz. İnsan və əməli, ağac və meyvəsi hər ikisi adlı halda olur. Siz bunu insan əməli, ağac meyvəsi kimi düşünsəniz, bir tərəf yiyəlik halda olacaq axı. Və elə düşünməyimiz səhvdir. Onun üçün elə düşünməyəcəyik. Yaz günləri deyil bu. Yaz günləri olsa birinci tərəf yiyəlik halda olacaq. Bu belədir. Yaz günləri həyatla dolu olan bir gözəl fəsildir. Fəsl olan burada yazdır. Yaz günləri deyil. Ona görə cavab bura B variantıdır. Bulaq başı toz olar, üstü dolu qız olar. Əyil dəsmalını götür. Mən götürsəm söz olar cümləsinin təhlili ilə bağlı doğru fikri müəyyənləşdirin. Baxaq. Şəxsi dəqiq olmayan adlı halda isim işlənib. Bulaq başı toz olar. Üstü dolu qız olar. Əyil dəsmalını götür. Mən götürsəm söz olar. Nümunənin təhlili ilə bağlı doğru. Şəxsi dəqiq olmayan adlı halda isim işlənib. Belə bir şey yoxdur axı. Belə bir isim yoxdur yəni. Əyil dəsmalını götür. Bir dənə dəsmalını sözü sənin dəsmalı, onun dəsmalı kimi düşünə bilərsiniz, amma bu da adlı hal deyil, təsiri halda. Ona görə biri çıxacaqsınız. Birlər getdilər. Daha sonra. Birinci misradakı isimlər ardıcıl olaraq yiyəlik adlı haldadır. Bulaq başı yiyəlik, bulaq başı adlıq, toz olar. Birlikdə təhlil olunur deyə toz olmaq. Siz buna artıq heç nə deyə bilməyəcəksiniz. Ona görə yəni iki isim var da burada, amma burada görürsünüz adlıq, yiyəlik, yenə adlıq danışır. İki də səhvdir. İkindən çıxaq. Nümunəli isimlər müxtəlif hallardadır. Bulaq başı adlıq, yiyəlik, üstü, yenə adlıq, dəsmalını təsirli, 3 doğru deyə bilərsiniz. Təsirli hal isimlər tamamlıq vəzifəsindədir.
başı toz, üstü dolu qız olar. Əgər dəsmalını götür. Mən götürsəm təsirli halda isim tamamlıq əsasında dəsmal sözünün söhbət gedir. Yerli halda olan isim işlənib. Bulaq başı, bulağın başı qeyri-müəyyən yerli hallar 3, 4, 5 A variantı olacaq. Yeni açılan kursa bacarıqlı müəllim axtarırdı. Nümunəsi ilə bağlı doğru fikirləri bizdən soruşur. İsimlər müxtəlif haldadır. Kursa yönlük, bacarıqlı müəllimi axtarırdı. Bu da təsiri. Bir doğrudur. Daha sonra davam eləyək. Adlı halda isim kim sonuna cavab verir? Müəllim qeyri-müəyyən təsirli halda nə sonuna cavab verəcək? Gəlin işləri çıxaq. İsimlər yalnız biri isimə aid bütün qrammatik şəkilləri qəbul edə bilər. Bəli, müəllim sözü qeyri-müəyyən təsirli halda deyə xəbər qəbul eləməz. Yeni açılan kurs, amma kurs sözü hər hamısını qəbul edə bilər. Ona görə 3 də doğrudur. Təsirli halda olub nə sonuna cavab verən isim işlənib 4 də doğrudur. İsimlər qoşma ilə işlənə bilir. Müəllim sözü təsirli halda da qoşma ilə işlənə bilməz. Ona görə 29-cu cavab olur D variantı. Baxırıq 30-cu suala. Hansı ismi tələffüzə əsasən həm adlıq, həm də çıxışlı halda düşünülə bilər. Bu çantanı o vaxt qoca sifətli, sənəvəzlikdir, düzdür? Baxaq indi. Bunu dünən atamdan almışdıq. O dandən elə belə tələffüz olunacaq və olacaq çıxışlı hal. Bir də bunu dünən atamla almışdıq. Atamla qoşmalı isim adlı hal olacaq və atamla da atamdan kimi tələffüz olunacaq. Ona görə cavabınız C-dir. Biz yay tətilində nənəmdən gedirdik deyə bilmərsiniz. Sadəcə nənəmlə gedirsiniz deyə bilərik. Yəni bunu çıxışlı hala düşünə bilmərsiniz. Elə düşünməyin ki, hər kəs qismətindən narazıdır deyə bilərsiniz. Amma elə düşünməyin ki, hər kəs qisməti ilə narazıdır. Ona görə adlı hala düşünə bilmərsiniz. Cavab C variantı olur. Baxırıq 31-ci suala. Hansı nümunədən müstəqil cümlə üzvü olmayan isim işlənib? Bizim kəndə gələn görürsüz feil sifət tərkibində kəndə sözü müstəqil olmayacaq. Onun bu gün gəlməsi müdirə əmin etdi. Müdir müstəqil cümlə üzvü olur, təsir real olur, tamlıq olur. Şəhərdən aralaşandan sonra dönüb geriyə baxdı. Aha, şəhərdən aralaşandan sonra bir yerdədir. Şəhərdən sözü bura müstəqil olmayacaq. Sizin işlərin nəticəsi, görürsünüz bir yerə təhlil olunur. Sizin işlərin nəticəsi və nəticə bura isimdir. Tərkibə daxil oldu. Körpə uşaqlar insanları fərəhləndirirdi. Uşaqlar burada mübtədadır. Ona görə 1, 3, 4 var. Elə cavab 1, 3, 4 var. 31-in cavabı A olacaq. 32. Doğru fikir seçin. Yiyəli halda olan söz heç bir halda müstəqil şəkildə cümlə olar. Məs xeyr, müəyyən yiyəli hal müstəqil şəkildə xəbər ola bilər. Biri çıxın getsin. Təsirli hal söz təsirlənən feil işlənən cümlədə işlənə bilməz, işlənə bilər. Beyində çıxın. Qoşma ilə işlənməyən hallar cümlə olaraq təyin kimi işlənə bilər. Xeyr, təsirli yerlik təyin olmayacaq. Təsirli halda olan işlənmiş isimlər insanlar ki, bildirsələr nə sonra cavab verəcək? Bəli, D cavabındır. Toplu isimlər bütün məqamlarda qrammatik cəhətdən cəmdə hesab olunur. Bütün məqamlarda qrammatik cəhətdən cəmdə hesab olunur. Niyə ki, əhali sözü qrammatik cəhətdən cəmdə deyil. Məzmun cəhətdən cəmdədir. B-in oğul, ömür, könül, sinif sözlərinin 3-ü 3 hecalı, ikisi isə 2 hecalıdır. Bu fikrə tabi olmaq üçün sözlərin hansı birisi ki, beyindir, oğuldur, sonra könüldür. Bu sözlər yalnız mənsubiyyətə sahibindirir, digərləri həmhala mənsubiyyətə sahibindirir. Ona görə 3-ü 3 hecalı olması üçün beyin, oğul, ömür sözlərinə, daha doğrusu beyin, oğul və könül sözlərinə və bu sözlərə 3 hecalı olması üçün hal şəkli artırmaq lazımdır, düzdür? Demək 3 dənə hal artırdıq. Bu sözlərində deyir ki, ikisi də 2 hecalı olması üçün bunlara istəyirsən, yəni bu iki sözə istəyirsən hal artır, istəyirsən mənsubiyyət artır. Əsas odur ki, yuxarıdakı 3 sözə, yəni oğul, beyin, oğul və könül sözlərinə hal artıraq. Ona görə 3 dənə hal olmalıdır. Ancaq mənsubiyyət xeyr, 1 və 2-ci şəxsin təkli mənsubiyyət xeyr, saitlə başlayan hal xeyr, saitlə başlayan hal şəkilsi qəbul etmək C ola bilər. Düzdür, hal qəbul edəsində. Saitlə başlayan istənilən xeyr mənsubiyyət olmaz. Yalnız qrammatik şəkilçi, qrammatik deyəndə mənsubiyyətə nəzərdə tutulur. Təbiət deyir ki, lalə yanaqlar, vurğunun dediyi yaqut dodaqlar, gəldi gedər oldu qoca dünyadan. İsimlərin təhlilinə aid olan bizdən soruşur. Başlayaq. Təyinlərin hamısı sifətin xüsusiyyətini daşıyan isimlə ifadə olunub. Vurğunun dediyi hansı, görürsünüz, təyində amma feil sifətinə ifadə olunub. Billəri çıxın getsin.
İsimlər adlıq yeli çıxışlı hallardadır. Təbiət deyir adlıq haldadır. Lalə yanaqlar adlıq haldadır. Yanaqlar adlıq hallar. Vurğunun dediyi yaqut dodaqlar adlıq haldadır. Gəldi-gedər oldu. Qoca dünyadan çıxışlı oldu. İsimlər adlıq yeli çıxışlıq. Görək bir yeli hardadır? Lalə yanaqlar. Vurğunun dediyi. Vurğunun dediyi. Bu da yelikdir. Ona görə ikisi də doğrudur. Bütün isimlər müstəqil şəkildə cümlə özünün ifadə vasitəsidir. Vurğunun dediyi birləşmənin daxilində olacaq deyə müstəqil olmayacaq. 3-lə çıxaq gəlin. 3-ü çıxsaq avtomatik burada cavab alınır. Amma gəlin digərlərinə baxaq. Fərqləndirən sözlərin hər ikisi isimdir. Heç biri anonim deyil. Yaqutla dodaqdan söhbət gedir. Bu doğrudur. Yaqut dodaqxanın sualına cavab verirsə, amma nitq səs baxma isimdir. Morfoloji və sintaktik sualları fərqlənən isimlər. Məsələn, yaqut sözü, lalə sözü isim olsa da, morfoloji cəhətdən kim nə sualına cavab versə də, burada amma sifətin sualına necə, nə cür, hansı sualına cavab verir. Yeli halda olan söz, çıxışlı halda olan söz kimi sözləşməsinin aslı tərəfdir. Çıxışlı halda olan söz, baxaq görək bir qoca dünyadan əsas tərəfdir, amma yeli hal söz birinci tərəfdir, asıl tərəfdir. 6-ra səhvdir. 35-ci suala baxırıq. Fərqləndirilən sözlərin hansı şəkildə işləndiyini. Qızılı çantasına bütün əşyalarını göndərdi. Qızılı bu leksik şəkilçidir. Qızılı çantasında gəzir. Nəyi bu təsirlikdir? Qızılı çantasında olar. Onun qızılı bu da mənsubiyyətdir. Leksikal mənsubiyyət. 35 alır. Keçək 36-ya. Qız atası ilə məktəb müdirinin otağına getdi cümləsində isimlərlə əsasən cədvəldə bizdən uyğunluğu soruşur. İsimlərin biri müxtəlif hallarda düşünülə bilər. Qız atası ilə məktəb müdirinin otağına getdi. Qız mübtəda adlı hal olur. Bir də qız atası. Belə düşünsəz qız bura gəlməyin yeli hal olur. Ona görə bir doğrudur. İki ismin adlı halda olduğunu dəqiq demək olar. Atası ilə məktəb müdiri. Baxın, atası 100% adlıqdır. Məktəb müdiri, məktəb qeyri-müəyyənlik, müdiri yiyəlik, otağına yönlük. Yəni bura bir dənə ismin dəqiq olduğunu deyə bilirik də, qız da dəqiq deyə bilmirik axı. 3 ismin yiyəlik halda olduğunu dəqiq demək olar. 3 ismin yiyəlik halı baxaq. Məktəb, müdir, içinə 100%-dir. Yəni qız sözdə yiyəli də olub, adlıq da olub. Öncə 3 də yanlışdır, dəqiq sözünə görə. Yönlük hala şəkilçisi söz mənsubu şəkilçisi də qəbul edib. Müdirin otağı mənsubiyyət, bu da yönlük. Bu doğru deyə götürmürsünüz. 1 3 B variantı olur. Bizim Bakı şəhərini seyr edirəm. Yenə mən duyuram ki, sərin yeldə dalğaların ətrini. Nəyi soruşur? Aid deyil bizdən soruşur. Baxaq. İsimlərin biri hara sualına cavab verir. Bizim Bakı şəhərini, Bakı şəhəri, Bakı sözü burada qeyri-müəyyən, Bakının şəhəri qeyri-müəyyən təsiri haldadır deyə. Hara yox, nə sualına cavab verəcək? Başqa da hara sualına cavab verən söz burada yoxdur, düzdür? Onun üçün birləri aid deyil, düzdür? Biri götürək. Həm mənsubiyyət, həm də qeyri-müəyyən yerli hallı isim var. Bakı şəhəri mənsubiyyətdir. Bu mənsubiyyətdir. Daha doğrusu Bakı şəhəri birinci mənsubiyyətdir. Bakı sözü qeyri-müəyyən yerli haldadır. 2 doğrudur, çıx. Mənsubiyyət şəkilçili isimlər fərqli hallardadır. Bakı şəhərini mənsubiyyət qəbul edib təsiri haldadır. Duyuram ki, sərin yeldə dalğaların ətri. Bu da adlı haldadır. 3 də doğrudur. Fərqləndirilmiş sözdə mənsubiyyət şəkilçisi var. Dalğaların sözünün mənsubiyyəti yoxdur. Ona görə 37-ci cavab olur. 1 və 4, yəni E variantı. 38. Klasterin boş xanalarının hansı fikirlər doldura bilər? Adlı hallı isim müəyyən yiyəli hallı isimdən fərqli olaraq cümlədə xəbər kimi işlənir. Adlı hallı isim müəyyən yiyəli. Hər ikisi xəbər olur, birləri çıxın. Aha. Birbaşa təsvirlənən feillə əlaqələnə bilər ki, doğrudur. Qoşmalar işlənib tanımlıq olur, hər ikisi ola bilər, 3-də çıx. İsimə, məsələn deyirəm ki, sənin üçün kitab aldım. Bir də deyirəm ki, kitab üçün üz aldım. İsimə aid yalnız üst qrammatik şəkildə ilə işlənə bilər. Aha. Adlı hal üçün işlənə bilər. Adlı hal şəkilçisi qəbul eləmir. Amma yiyəli hal 4 ilə. Ona görə 4 də fərqlidir. 38 olacaq. 2, 4, D variantı. Verilən fikirlər hansı sözün təhlilinə aiddir? Baxaq, maraqlı sualdır. Ancaq bir məqamda isim kimi düşünülür. Qoyun sözü isim kimi düşünülür. Qucaq və heyvan mənasına qoyun. Mənsubiyyət şəkilçisi qəbul edənə sait indirir. Bura ömür sözünü çıxın. Fərqli qrammatik mənalarda amonim kimi işlənir. Əyinlə çiyin amonim deyil. Cavab olur E variantı. Bağırmaq feil kimi, bir də insanın bağır mənasını deyir. Bağrım yarıldı o mənada. 39-cu cavab olur E variantı. 40-a baxırıq. Qrammatik baxımdan isim olsa da təyin edici mövqedə çıxış edən söz işlənilib. Elə ki, isim olsun, amma sifətləşsin də belə demək istəyir bizə. Balaca qardaşım əlaçı şagird. Necə şagird, əlaçı şagird?
təyin olsa da isimdir. Biri götür. Onun bu yaxşı addımına heç kim, bura yaxşı sifətdir onsuz da. Taxta qapı, hansı qapı, taxta sözü hansı sualına cavab versə də isimdir. Burada saxsı qapı, hansı qapı, saxsı qapı 4-də götür. Gözəl gün, gözəl onsuz sifətdir. Cavab olsun E variantı. Keçirik. 41-ci suala. Baxaq 41-ci suala. Üzündə sonbahar, ağzında yaşmaq, sənin gözəlliyin solğun görünür. Nəyi soruşur bizim? Bizə deyir ki, nümunənin təhlilinə aid olan fikirləri müəyyənləşdirin. İkinci misalda maddi varlıq forması olmayan isim. Maddi varlıq forması olmayan isimlərə mücərrəd isim nəzərdə tutur. Burada gözəlliyə mücərrəd deyə bilərsiniz. Bir doğrudur. Yəli halda işləmiş isim yoxdur. Üzündə sonbahar, ağzında yamaq, sənin yəli halda amma isim deyil. Ona görə yəli halda isim yoxdur fikri doğrudur. 1-2. 1-2 olmayanlar çıxın. Mənasibət şəkilçədə 2 isim var. Sənin gözəlliyin, solğu, üzündə sənin üzün, sonbahar ağzında sənin ağzın, sənin gözəlliyin 3 dənədir görürsüz. 2 isim işləyən fikir yanlışdır. Sifət ismin morfoloji xüsusiyyətlərini daşıyır. Üzündə sonbahar ağzında yamaq, sənin gözəlliyin, solğun. Gözəllik onsa isimli sifət deyil. Ona görə 4-də çıxın. Hal şəkilçisi isimlərdə mənsup şəkilçisi də var. Üzündə, ağzında, gözəlliyin, sənin gözəlliyin solğun görünür. Hal şəkilçili isimlərdə mənsup şəkilçisi də var. Doğrudur. Burada gözəlliyin, sənin gözəlliyin hal təkcə halda, burada doğrusu təkcə mənsubiyyətli adlıq haldadır. Başqa hal şəkilçisi yoxdur. Ona görə bu testin düzgün cavabı 1, 2, 5, yəni D variantı olur. 42 keçirik. Böyük arzuların şəfəqləridir vətən torpağında yanan hər işıq. Nümunənin təhlilinə aid olanlar bizdən soruşur. Adlı xalda isimlərdən biri müstəqil şəkildə cümlə üzvü deyil, biri isə başlanğıc formadır. Böyük arzuların şəfəqləridir. Arzuların şəfəqləri görürsünüz. Arzular və adlı xalda bir saniyə. Nəyə soruşur? Təhlilinə aid olan adlı xal isimlərdən biri müstəqil şəkildə cümlə üzvü deyil. Bənsən arzu sözü düzdür. Çünki arzuların şəfəqləri birləşmənin tərkibinə daxildir. Bir doğrudur. Deyil, biri isə başlanğıc formadadır. Aha, vətən torpağında yanan hər işıq. İşıq da bura başlanğıc formadır, çünki adlı xaldadır. Fərqləndirən isim ümumilik bildirir, nə sualına cavab verir? Vətən torpağının hər yanı. Bəli, vətən sözü ümumilik bildirir, eyni zamanda qeyri-müəyyən yiyəli halda deyil, nə sualına cavab verir? Hal şəkilçisi isim xəbəri şəkilçisi qəbul etməyib, zərfli ifadə vasitəsidir. Böyük arzuların şəfəqləridir. Aha, böyük arzuların şəfəqləridir. Hal şəkilçili isim xəbər şəkilçisi qəbul etməyib. Böyük arzuların şəfəqləridir. Vətən torpağında yanan hər işıq. Hal şəkilçisi isim xəbəri şəkilçisi qəbul etməyib. Arzuların sözü də sənin arzuların, böyük arzuların şəfəqləridir. Arzuların sözü də hal şəkilçisi qəbul edib, amma xəbəri şəkilçisi qəbul etməyib. Zəifli ifadə vasitəsi deyil, amma vətən torpağında yanan hər işıq. Bu vətən torpağında sözünü yəqin ki nəzərdə tutur. Bu da vətən torpağında yanan bir yerə təyin olur deyə zərfli olmur, ona görə 3-də çıxın. Cəm şəkilçili isimlər amonimli olan şəkilçilər işlənib. Cəm şəkilçili isimlərdə amonimli olan şəkilçilər işlənib. Aha. Baxaq, böyük arzuların şəfəqləri. Aha, yoldaşlar. Deməli burada təkrara baxaq. Cəm şəkilçili isimlərdə amonimli olan şəkilçilər işlənib. Burada arzular və şəfəq sözündən söhbət gedir. Bəli, məsələn, arzuların, tutaq ki, ını düşünə bilərsiniz müxtəlif formada, yiyəlik, mənsubiyyət, dırı, qrammatik, leksik, ini, şəfəqlər, mənsubiyyət, hal kimi düşünə bilərsiniz. Biri xəbər rolundadır. Bir dənə burada səhvdir. Çünki biri xəbər deyil, ikisi birlikdə xəbərdir. Düzdür? Ona görə 4-də yanlışdır. Bu sualın cavabı 1-2 variant olur. Baxaq 43-cü suala. Deməli, yiyəlik təsiri. Bu halda olan sözlər əgər cəm şəkilçisilə işlənməyibsə, qrammatik baxımdan təkcədir. Hər ikisinə aiddir. Biri çıxın getsin. Qoşma ilə bircə xəbərin ifadə vasitəsi kimi işlənə bilər. 2 doğrudur. Təcili hal olmaz. İnsan və məkan anlayışı bildirib sözlər nə sualına cavab verə bilər. 3 doğrudur. Təsirlənən feillə müstəqil şəkildə əlaqələnə bilir. Bəli, bu təsiriyə aiddir, yiyəliyə aid deyil. Təsirlənməyən feilə aid olub, onunla bircə xəbər bu hər ikisinə aiddir. 2-3-dür. Deyə bilərsiniz, təsirli xəbər olmur, amma təsirlənməyən feilin tərkibində xəbər ola bilər də. Baxırıq 44-cü suala. Elimizə bahar gəlir, sevincindən el şəhərə çıxır.
İsimlərin təhlil ilə bağlı olan fikirləri müəyyənləşdirin. İki toplu isim var. Yoldaşlar, baxın. Elimizə bahar gəlir. Sevincindən el şəhərə çıxırdı. İndi bura vəziyyət necədir? Burada vəziyyət belədir ki, el toplu isim ola da bilər, toplu isim olmaya da bilər. El cəmaət mənasında toplu isim deyil, amma el-oba mənasında toplu isimdir. Yaxşı. Ona görə iki toplu isim işlənən fikri yanlışdır. İsimlər müxtəlif hallarda eyni məna qrupundadır. Eyni məna qrupu deyəndə bu toplu isimdir və ya toplu isimlər onu nəzərdə tutur. Ona görə 2 də yanlışdır. İsimlərin birində bir leksik şəkilçi var. Elimizə bahar gəlir. Sevinç. Bu sözün kökü sev deyil. Bunu çox demişəm sizə. Mənsup şəkilçi isimlər işlənib. Elimiz, bahar gəlir. Sevinci, 4. İsimlərin hamısı qrammatik baxımdan təkdir. Belə heç birində cəm şəkilçisi yoxdur. 2, 3, 4, 5 variant olur. Odun istisindən aralanmamış, suyun soyuğundan keçirənlər. Nümunənin təhlilinə ayrılan fikirlər bizdən soruşur. Yiyəlik halda sözlərin qrammatik mənaları eynidir. Odun istisindən aralanmamış, suyun soyuğundan. Odun istisindən nəyi soruşur? Yiyəlik hal. Odun istisindən suyun soyuğu. Hə, bəli, hər ikisi isimdir. Fərqləndirən sözün nümunə daxilində isimin müxtəlif halında düşün. Bəli, odun sözün müxtəlif halında düşünə bilərsiniz. Ot sözün odun hissəsindən ayrılanmamış. Burada od sözü var da, düzdür. Bunu müxtəlif halda düşünə bilərsiniz. Təsiri, adlı xal və s. Çıxışlı xallı sözlərin tərkibinə görə təhlili eyni deyil. Baxaq. İstisindən, istisindən. Odun mənsubiyyətlə çıxışlı xal var burada. Yəni birin birədir. Suyun soyuğun, amma soyda soyu, soyuq. Deməli, soyu, soyuq. Burada nağlı nə? Leksikdə var. Ona görə tərkibləri eyni deyil, yəni təhlilləri eyni deyil. 3 də doğrudur. Aha. Sonra isimlər yiyəlik adlı xallardadır. Bu niyə belə qarışıq oldu? Yarısı sonra getdi, yarısı belə. Çıxışlı xallı sözlərin tərkibinə görə təhlili eyni deyil. Təhlilinə ayrılanlar bizdən soruşur, düzdür. Bu doğrudur. Çıxışlı xalın 3-ü düz götürmüşük. İsimlər yiyəlik adlı xallardadır. Bu da doğrudur. İsimlər ismi birləşmənin asıl tərəfini təşkil edir. Odun istisi. Bu asıl tərəf düzdür. Suyun soyuğu. Fərqləndirən söz nümunə daxilində isimin müxtəlif halına düşürmək olar. Amma odun istisindən ayrılanmamış nümunə daxilində bunu düşünmək olmaz da. Fərqləndirən söz nümunədən kənar düşünmək olar. Burada düşünmək olmaz. 1-i götürdük, 2-ni çıxmışıq onsuz da. 3-ü 4-ü götürdük. Cavabımız olur D. İsimlər isimin birləşmənin asıl tərəfini təşkil edir. Bir dəfə də baxaq. İsimlərin hamısına söhbət gedir deyə. Burada anlaraq birləşmə falan yaratmayıb. Ona görə 5-də çıxsaq, cavab qalacaq 1-3-4. İsmi yiyəlik halında olan söz işlənmiş cümlədə yiyəlik hallı özü və ona aid söz baxımından tam doğru cavab. Yiyəlik hal işlənmiş cümlədə bizdən soruşur. İsim ümumilik bildirir, bəlkə xüsusidir. Təsvirlənən feil işlənib. Yiyəlik hal işlənən cümlə, düz yiyəlik hal özü birbaşa təsvirlənən feilinə əlaqələnmir, amma deyə bilməkdə işlənib yoxsa işlənməyib. Mənsup şəkilçi söz işlənib, buna deyə bilmərik, amma 100% yiyəlik varsa qrammatik var da, düzəltmə isim işləndiyində deyə bilmərik. Keçirik 47-ci suala. Hansı söz birləşməsinin ikinci tərəfindəki sözə əsasən demək olar ki, bütün isimlər qeyri-müəyyən təsirli halda işlənmişdir. Daha doğrusu işləm. Bu tip MİQ imtahana düşmüşdü. Baxaq indi. İkinci sırətdəki sözə əsasən bütün isimlər. Qəhrəman söz görürsünüz, isim deyil, sifətdir. Yəni nağdı 2-ni çıxaq, biraz cavablarımız azalsın, versiyalarımız. İndi təsirlik, elə bil ki, bu təsirli hal olsa, təsirli feillə əlaqədə ola da. Məsələn, bunu eləyəcəyik, buna görə təsirli feil artıracağıq. Məsələn, ölkəmizin sərhədləri
Hamısını yaz, gördüm sözünü yazın bura. Gördüm özü təsiri feildir axı. Məsələn, ölkəmizin sərhədləri gördüm, yoxsa görsə ölkəmizin sərhədləri deyə bilmirik. Ölkəmizin sərhədlərini gördüm deməliyik. Ona görə biri deyə bilirik ki, bu isim qeyri-məntiqi təsir halda işlənmədi. Biri götürün. Dostluq nəğməmiz, məsələn, dinlədim yazaq. Dostluq nəğməmizi dinlədim, yoxsa dostluq nəğməmizi dinlədim. Görürsünüz, yenə müəyyən təsir alan şəkilçisini tələb edir. Dostluq nəğməmizi dinlədim. Deməli, bu da qeyri-məntiqi təsir halda işlənməyəcək. 1-3. Qatar sürücüsü gördüm, yağış suları gördüm deyə bilirik. Qeyri-məntiqi halda işlənir. Həmin müəllim gördüm deyə bilmirsək, həmin müəllimi gördüm olmalıdır. Ona görə 1-3-6 C variantı olacaq. Baxırıq. 48-də hansı cümlədə işləmiş yiyəli halda olan sözlər əsasən demək olar ki, qeyri-müəyyən yiyəli halda olan isim müstəqil şəkildə cümlənin ifadə vasitəsi ola bilir. Bunu heç nəyə əsasən deyə bilmərik. Çünki qeyri-müəyyən yiyəli hal müstəqil cümləsi olmur. Müəyyən yiyəli hal ola bilər, məsələn, xəbər ola bilər. Klass sırasında doğru cavab tanıyın. Bu tipli suallara cavabdan varianta doğru getməliyik. Məsələn, gəlin birbaşa B-ni yoxlayaq. Cavab olaraq deməli, Məsələn, nə yazaq bura? D-ni yazaq bura. İlxıçı atları, məsələn, ilxıçı atları otlağa apardı. A variantı deyir ki, məzmun cəmliyi olmayan isimlər işlənmişdir. İlxıçılar, məzmun cəmliyi olmayan isimlər işlənmişdir. Atları, məsələn, at məzmun cəmliyi olmayan isimdə forma cəmliyidir, bu düzdür. Daha doğrusu A-ya baxaq. Hətta məzmun cəmliyi olmayan isim. Düzdür, at sözü məzmun cəmliyi deyil. Lardır, forma cəmliyidir. Ona görə A uyğun gəlir. A-nı yazaq bura. E variantı. Toplu isim işlənməyib. Aha. Deməli. Toplu isim işlənməyib. Düzdür. Cümlə cəmdə olan isimlər işlənib. D yazmamışıq bura. İlxıçı. Bir də onu sizə deyim ki, yoldaşlar. İlxı özü topludur, amma ilxıçı olsa toplu deyil, yaxşı. Ona görə heç ilxıçı da toplu deyil. Ona görə bura E uyğun gəlir də, toplu isim işlənməyib, E-ni də yaza bilərsiniz. Sonra toplu isim işlənməyib, bunu dedik. Adlı halda olan isim quruluşla düzəltmədir. Aha, ilxıçı quruluşla düzəltmədir. Sonra F-i də yaza bilərsiniz. İkisinin aid olduğu halda olan isimlər təyin ifadə vasitəsi olmur. Atları otlağa. Təsiri, yönlük olmayacaq. C-ni də yaza bilərik. Məsələn, belə deyim də sizə. Əgər bura C-ni yazsaq, E-də deyir ki, toplu isim işləməyib, düzdür. Bünövrəsi dəyərin olmayan yerlərin mərtəbəsi artırmaq içərişlər üçün təhlükəlidir. E uyğun gəlir. 3 isim işləmiş nümunədə isimlərin heç biri müstəqil şəkildə cümlənin ifadə vasitəsi deyil. Baxaq, bünövrəsi dərin olmayan yerlərin mərtəbəsini artırmaq içərişlər üçün təhlükəlidir. Bünövrə dərin olmayan yerlərin mərtəbəsini artırmaq içərişlər üçün təhlükəlidir. 3 isim işləmiş nümunədə heç biri müstəqil cümlənin ifadə vasitəsi deyil. Bəli, bünövrəsi dərin olmayan yerlərin mərtəbəsini artırmaq birlikdə təhlil olunacaq elə. F. Adlı halda olan isim quruluşla düzəltmədir. Baxaq, bünövrəsi dərin olmayan bünövrə. Adlı halda olan isim quruluşla düzəltmədir, məzmuncu cəmlik bildirir. Bünövrə sözünün cəmlik yoxdur, ona görə F uyğun gəlməyəcək. Bax, F görürsünüz, F-ə görə məsələn bu getdi. Sonra əgər 2-yə məsələn CD-ni yazsaq, burada A-dakı fikir uyğun gəlir, amma B-dəki fikir 2-yə uyğun gəlmir axı. Ona görə bu da gedəcək. B-dəki fikir deyil deyə bu da gedəcək. Sonra bir də D-ni yazsaq, A, E, C-ni yazmışıq, F qalıb. F yazmışıq deyə bu da gedəcək, cavab olacaq B variantı. Sonra baxırıq, deməli neçənci suala. Bu 49 idi, keçək 50-ci suala. 50. Məsuliyyət şəkilçili isimin aid olduğu şəxs konkret deyil. Babanı bugün məktəbə çağırıblar, sənin babanı bugün məktəbə çağırıblar, onun babanı deyə bilmirik. Torpağında əkilən ağaclar artıq çiçəkdir. Sənin torpağında əkilən, onun torpağında əkilən deyə bilərik. Dərdini heç kim bilmir. Sənin dərdini
Deyəsən sənin dərin heç kimdən, onun dərin heç kimdən götürə bilərik. Mənsubiyyət şəkilçisi isim təsiri halda işlənib. Aha, Aynurun kölgəsini görənlərin üzü, Aynurun kölgəsi mənsubiyyət şəkilçisi isim təsiri halda işlənib. Aha. Aynurun kölgəsini görənlərin üzü gülürdü. Həyətin aşağısını gəzən körpə burada isim də axı sifət deyil. Bunu çıxın getsin. Həyətin aşağısını aşağıda zərfdir. Ümidin sonu insan səbrinin meyvəsi. Bu da hal. Altına yüksəz. Cavab olacaq C variantı. Baxırıq 51-ci suala. Deməli deyir ki, tək və topluq bildirən isimlərin xüsusi şəkilçisi olmur. Tək, topluq, bu doğrudur. Bəzi məqamlara bir sözün təkində iki hal şəkilçisi işlənə bilər. Bu da doğrudur. Məsələn deyirəm ki, bizimkindən. Burada yiyəlikdir, dən də çıxışlıqdır. Bizimki də isimdir. Təsir halda olan söz adətən özünün sonra şəkilçisi qəbul edir. Yanlışdır, qəbul eləməyəcək. Toplu isimlər leksi şəkilçisi qəbul etdikdə də toplu olaraq qalır. Xeyr, bu yanlışdır. Xüsusi isimlər müəyyən yiyəlik və qeyri-müəyyən yiyəlik halda ola bilər. Bu da doğrudur. Doğru, yanlış, doğru. 51-ci cavab olacaq A variantı. Keçək növbəti suala. Düzəltmə isimlər biçənək, xəzinədar, çilingər. Çilingər sadədir, biçənəklə xəzinədar. Biçənək, xəzinədar. Bunları götürə bilərsiniz. Kökü isimlə amoymalan düzəltmə sözdür. Kökü isimlə amoymalan Türkün hiyləgəri dillərə dastan olub. Ətrafın atmacaları onun atmaca düzəltmə sözdür. Kökü isimlə amoymalan düzəltmə söz atmacaların kökü ilə at feilidir, atmaca. At isminə amoymalı. Qızcığaz, kukla. Burada elə bir şey yoxdur. 3 dənə D variant. Hansı bəndəki isimdə ismə məxsus bütün qrammatik şəkilçilər işlənmişdir? Cavan sifətdir. Oxuyan feili sifətdir. Daimgil dədir. Burada 2 dənədir. Bizimkilərdəndir. Lərdəndir. 3 dənədir. Lərimizdəndir. Cavab olur E variantı. Hansı cümlədəki fərqləndirən isim sintaktik vəzifəsini əməllə müəyyən edib etmək baxımının digərlərindən fərqlənir. Bağçasında nərcizlər bitir. Nərcizlər bitir. Bitir nə nərcizlər? Mübtəda kimi, bir də tamamlıq kimi düşünə bilərsiniz. Sərnişin də gözləyir. Sərnişini və yaxud da sərnişin. İndi xörək bişir. Xörəyi, xörək. Uşaq çağırır, uşağı çağırır. Amma oğlu hara fırlasa ilə bir haldadır. Bir cür təyin olunur. 55. Dağların igidliyi hamıya məlum idi. Dağların igidliyi. Deməli, baxaq variantlardan keçək. Yalnız bir cümləyə aid olan fikir, cümlənin ikisinə aid olan fikir, heç birinə aid olmayan fikir. Aha. Deyir ki, quruşca düzəltmə olan iki isim işlənib, birinin kökü amonimdir. Bu ikisinə aid olan fikirdir. Dağlı, quruluşca düzəltmə olan iki isim işlənib, birinin kökü amonimdir. Dağlı, igidli, burada dağ sözü amonimdir. Bizi gücləndirən daş qəlbinizdəki kin, yaşıllıq, döngə. Deməli, təkrar baxaq suala. Quruşca düzəltmə olan iki isim işlənib, birinin kökü amonimdir. Bu dedik bayaq, dağlı sözünün kökü amonimdir, bir də yaşlı sözünün kökü amonimdir. Ona görə bu yazılacaq cümlənin ikisinə aid. Yəni bunu ana yazırıq bura. Cümlədə bir isim işlənib, sözlərdən biri isə ismin xüsusiyyətini daşıyan sifətdir. Deməli, burada dağlı, igidlik, burada da daş, kin, yaşıl, döngə. Heç birinə bir dənə isim yoxdur. C-ni, daha doğrusu B-ni yazırıq. Heç birinə aid olan, yəni B buraya yazırıq. C. Quruşca eyni olan isimlər halcada eyni olduğu nümunədə mürəkkəb isim işlənməyib. Bu ikisinə aiddir. Deməli, quruluşca eyni olan isimlərin halcada eyni olduğu nümunədə dağlıların igidliyi, bizi gözlənən daş qəlbimizdəki kin, yaşıllıq döngələrinin, bu görsünüz daş, kin, yaşıllıq, döngə. Ona görə cında yazırıq bura. Sonra cümləyə həm ismin xüsusiyyətini daşıyan düzəltmə söz, həm də sifətin xüsusiyyətini daşıyan isim. Burada deməli daş qəlb,
Gücləndirən. Ona görə bu yalnız birinə aiddir. Buraya yazırıq. Sonra hansı qaldı? Həm isim xüsusiyyətini daşıyan düzəltmə söz, həm də sifətin xüsusiyyətini daşıyan düzəltmə. D-ni yazdıq da, bura ABC. Burada D-ni yazdıq. Düzəltmə isimlərinin ikisinin çox olduğu, 2-dən çox olan düzəltmə isim heç bir cümlədə yoxdur. İndi yazırıq bura. D, A, C, B, Cabora variantı. Baxırıq 56-cı sual. Ürəyimin qəzəbi, sevinci. Nəyə soruşur bizdən? Uyğun fikirləri. İsimlərin bəzisi quruşda sadə, hər bir namimli mövzudur. Ürəyimin qəzəbi, sevinci, qəmi şeirim, bütün yaralarımın bircə məlhəmi şeirim. İsimlərin bəzisi quruluşda sadədir. Hər bir namimli mövzu deyil axı. Bu yanlışdır. Qabağına doğru yazıb billəri çıxırıq. Məsələn, ürək söz anonim deyil. Düzəltmə isimlərin birində iki leksik şəkilçi var. Qəzəbi, sevinci. Sevinç sözündə bir dənədir. Yaxşı. Yara sözündə bir dənədir. İçində çıxın. Cavabınız qara variant. Mənsup şəkildə iki isim yiyəli haldadır. Ürəyimin, mənim ürəyim, qəzəbi, sevinci, qəmi şeirim, bütün yaralarım. Bir isə müstəqil cümlə üzün ifadə vasitəsi deyil. Ürəyimin, sevinci, qəzəbi bu tərkibə daxildir. Aha. Yaralarım, bütün yaralarımı, məlhəmi, heç bir müstəqil cümlə üzrə əslində qalsa düzdür. Ona görə bu yanlışdır, qabağına yanlış yazıb deyə doğrudur. Adlı halda 16 isim işlənmiş cümlə düzəltmə isimlər fərqli hallardadır. Qəzəb, sevinç, qəm, şeir 4, məlhəmi şeir 6. Doğrudur. Fərqləndirən söz isimlə amonim olmasa da amoform kimi işlənir. Bütün sözdən söhbət gedir. Amoform ola bilər. Büt isimində o ün yerifət mənsubiyyəti ola bilər. 57-ci suala baxırıq. Deməli, mənsubiyyət şəkildə söz mənsubluq bildirmir. Maşın, o hələ də öz maşınına. Maşın ona aiddir. Onun dünən aldığı telefon ona aiddir, amma uşaqların üç burada sanki uşağa aid deyil də, içini götürün. Elə bil ki, burada uşaqların üçü də mənsubluq bildirmir. Maşın sənə mənsubdur, telefon sənə mənsubdur, amma uşaqların üçündə üç mənsubluq bildirməyəcək də. İsim sifətin xüsusiyyətini daşıyır, müstəqil şəkildə cümləsi deyil. Qızıl sırğasının daşları tökülmüşdü. Sırğasının daşları hansı? Qızıl, bura müstəqil cümləsidir, bunu çıx. Gümüşü kəmər altında çox sev. Gümüşü burada onsuz da sifətdir. Metal əşyalarımızı boşaldıb sonra, həm metal burada deməli tərkibə daxildir, eyni zamanda isimli 2-6 B variantı sifətləşmə 57 olur B. Keçirik 58-ə. 58. Hansı sözə şəkilçinin amonimi isim əmələ gətirir? Məktəbli elə özü isim gətirib, yarış isimdir, əkinçi isimdir, uşaqlıq isimdir, cavab qəlbi, unutqan. Burada sifətdir, amma isim də gələ bilər, əmələ gətirə bilər. Məsələn, alışqan. Burada isim yaratdı. Deməli, cavab belə. Doğru. Adlı xallı isim işlənən cümlədə mübtədə mütləq var. Xeyr, 5 adlı xallı xitabdır. Təsiri hallı söz xəbərin ifadə vasitəsinin tərkibində işlənə bilər. Bu doğrudur. Məsələn, tərkibin daxilində ola bilər. Məsələn, kitabı, onun işi kitabları oxumaqdır. Hal şəkildə sözlərin hamısı müstəqil şəkildə tamamlıq ola bilir. Xeyr, adlıqla yiyəli müstəqil tamamlıq olmur. Sifət formada dəyişməyən isim xüsusiyyətini daşıya bilməz, bilər. Məsələn, ağıllı gəldi. Yönlü halda sözlərdə tələffüz zamanı kök dəyişə bilər. Yönlü halda tələffüz zamanı kök dəyişə bilər, amma yönlü halda dəyişəməz. 2, 3, 4, yəni E variantı. Bəhanə insan məlumatsızlığının günahını gizləmək üçündür. Aha. Fərqləndirən birinci söz, fərqləndirən ikinci söz. Buraya yazaq A, buraya yazaq B. Tamamlıq ifadə vasitəsinin tərkib hissəsidir. Məlumatsızlığı sözündən söhbət gedir. C-ni yaz bura. Tamamlığın, daha doğrusu D-ni yaz bura. Ümumiyyətlə, C heç birinə aid deyil. Doğrunun antonimi yoxdur burada. Gəlin C olanları çıxaq. Bu getdi, bu getdi. Bu getdi. 2 dənə cavab qalır. D-ni də yazıq bura. Yanlış söz ilə sinonim olmayan bu söz uydurma söz ilə antonim olmayan sadə isimdir. Yanlış sözlə sinonim, bəhanə, məlumatsızlıq heç bir yanlış sözlə sinonim deyil. Uydurma sözlə
antonim olmayan isimdir. Yəqin ki, bəhanəyə aid edə bilərik də biz bunu, düzdür? Aha, deməli, yanlış sözlə sinonim olmayan bu söz, uydurma sözlə antonim olmayan sadə. Sadə deyir deyə bunu yazaq bura. Məlumatlıq düzəltmədə axı. Müstəqil şəkildə cümlə özünün ifadə vasitəsi deyil. Kökə başlanmış olmasa qrammatik mənə eynidir. Məlumatlıq sözünü söhbət gedir. Məlumdur bunun kökü. Yaxşı, məlumatsızlıq. Deməli, nə oldu ki? Anı yazdıq, bunu yazdıq. F-i yazdıq. Cavab çıxdı, düzdür, belə. Aha, müstəqil şəkildə cümlə özü olmayan cümlə özünün ifadə vasitəsi olmayan kökü başlanmış olması qrammatik mənada eynidir. Eyni deyil də, məlum sifətli, məlumatsızlıq isimdir. Bəli. 61-ə baxırıq. Müxtəlif cümlələrdə yer alan mürəkkəb isimlər üçün hansı fikirlər ortaq ola bilər? Defisli bəlkə bitişik yazılıb. Əşyadır bildirib, suala cavab verir. Əşyadır bildirib, suala cavab verir. Bu doğrudur. İzafə tərkib forması deyil, bəlkə var. Bəlkə fe'li sifətdir. Edə bilər. 62-yə baxırıq. Düşmən basqına hazırlayın. Cümlədəki üzərinə rəqəm yazılmış hansı isimləri ən azı 2 sual şərəsi yeni yazmaq olar? Baxın, 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. Quruşla düzəltmə olan bu isim feildən yaranmışdır, adlı haldadır. Düşmən basqına, bu yönlü haldadır. Pusku qurmuşdu, adlı haldadır. Bölük adlı haldadır. Quruşla düzəltmə olan bu söz feildən yaranmış və adlı haldadır. Bax, deməli yoldaşlar, bu fikir görə hansına aiddir? Düzəltmə deyir, düzdür? Pusku sadə 2-ni çıxın. Eyni zamanda deyir ki, adlı haldadır. Basqın adlı halda olmaz. Basqına yönlü halda. Düşməni olmaz. Dadə olmaz. Bu fikir bizə 3-ə aiddir. 3-ə aiddir, düzdür? Basqına adlı haldadır. Adlı halda olmayan bu isim mənsubiyyət şəkilçisi qəbul etməyib. Adlı halda olmayan bu isim pusku qurmuşdu. Pusku da adlı. Bir dənə adlı halda olmayan bu isim hansıdır? 3-dən söhbət gedir, düzdür? 3-ü də onayladıq. Adlı halda olmayan bu isim mənsubiyyət şəkilçisi qəbul etməyib. Və düşünürəm belə biraz beyninizi qarışdıracaq. Ona görə gəlin ən nəvi üsuluna yazaq sualımızı. Bir saniyə. Pozun buranı. Deməli, bu fikirlərdən ən azı ikisi bu rəqəmlərin birinə aid olmalıdır, düzdür? Məsələn, basqın sözünə görə hansılar aiddir? Basqına. Quruşla düzəltmə olan bu isim feildən yaranmışdır, adlı haldadır. Adlı hal deyil, çıxın. Yəni, bura yazmaq olmaz biri. Adlı halda olmayan bu isim mənsubiyyət şəkilçisi qəbul etməyib. Bax, bura yazmaq olar biri. Müstəqil cümlə üzvü olan bu ismin kökü amonim sözdür. Olmaz. Həm sadə, həm leksikonda qrammatik şəkilçi olan bu isim yerli halda deyil. Bu da biri ödədir. Düzü 2 fikir biri ödədir. Deməli, birə ən azı 2 fikir oldu. Pusku. Düzəltmə olan bu isim düzəltmə deyil. Buranı ödəmədi. Adlı halda olmayan bu isim pusku qurmuşdur. Buranı da ödəmədi. Adlı halda deyil. Olmayan bu isim mənsubiyyət şəkilçisi qəbul etməyib. Hə, buranı ödədi daha doğrusu. Müstəqil cümlə üzvü olan bu isim kökü amonim sözdür. Bunun kökü yoxdur, sadədir, özü kökdür. Leksik qrammatik şəkilçisi yoxdur. Deməli, pusku yalnız birini ödədi. Müstəqil, sonra 3-ə baxaq. Bölük. Bölük düşməni düzlükdə qarşılayacaqdır. Düzəltmə olan isim feildən yaranmışdır, adlı haldadır. Quruşla düzəltmədir, bölmək feilini yarab adlı haldır. 3 buranı ödədi. Adlı halda olmayan bu isim mənsubiyyət şəkilçisi qəbul etməyib. Bir dəfə də baxaq. Quruluşla düzəltmə olan bu isim feildən yaranmışdır və adlı haldadır. Adlı halda olmayan bu isim, adlı halda olmayan buranı ödəmir axı. Adlı hallar. Müstəqil cümlə üzvü olan bu isimin kökü amonim sözdür. Böl amonim olmayacaq. Leksik qrammatik yoxdur. Bunu da ödəmədi. 4-ə baxaq. 2-dən 3 çıxmışıq.
Düşmən. Qurursa düzəltmə olan bu isim feildən yaranmışdır, yaranmamışdır. Adlı halda olmayan. Aha. Müstəqil cümlədə olan bu isim kökə anonim sözdür. Düşmən tamam deyil, bunu da ödəmədi. Leksik, qrammatik, leksik yoxdur, bunu da ödəmədi. 4-də çıxdıq, 5-ə baxırıq. Qurursa düzəltmə olan bu isim feildən yaranmışdır, adlı haldadır. Adlı halda deyil, biri ödəmədi. Adlı halda olan bu isim mənsup şəkildə qəbul etməyib, bunu ödədi. Müstəqil cümlədə olan bu isimin kökü amonimdir. Düzlükdə, bəli, müstəqil cümlədə kökü amonimdir. Həm leksik, həm qrammatik yerli haldadır. Yerli halda deyil, bunu ödəmədi. 5-də hər ikisində də cavab 1, 5 variantı. Biraz vaxt apardı bu sual. Çıxışlı halda olan isim. Müstəqil şəkildə zərf və çıxış edə bilər, doğrudur. Həm isim, həm feili xəbərlə əlaqələnə bilər, doğrudur. İsim birləşmənin asıl tərəfi olan məhz olar. 4 kateqoriyasına çəkiləcək eyni anda işlənə bilər. Müstəqil ifadə vasitəsinin tərkibində yer ala bilməz. İfadə vasitəsinin tərkibində ola bilər də. Məsələn, kitabdan dərs oxumaq maraqlıdır. 1, 2, 4, 63 oldu D variantı. 64. Aha, uyğunluğu soruşulan. Aşağıda şəkilçili isim olan sözdə var. Mütləq təsir al. Bəlkə mənsubiyyətli çıx. Kökü feil olan söz. İsim deyirsə, C şəkilçisi varsa, yüzsüz feildən isim yaradır. Başqa isimdən yaratılır. Bu doğrudur. Deyə bilərsiniz, bircə zərfdir, bircə zərfdir də. Bir sayını yaranır. Amma isimdirsə, yüzsüz kökü olmalıdır feil. Qın, yel, yal, bəlkə mənsubiyyətli. Lak, sadə olmayan söz. Doğrudur da. Dan çıxışlıq hal söz, bəlkə çıxışlıq deyil. 2, 4, 64 oldu variantı. 65. Cədvəldəki uyğunsuzluğu müəyyənləşdirin. Uyğunsuzluq deyir, düzdür. Su sağ girəsən ulusuna, elinə, misriqdən bağladıran belinə. Toplu isim olan cümlə. Yanlış. Toplu isim burada yoxdur. El oba, bayaqları mən el oba mənasında toplu demişdim, onu desin səhv elədim. El oba mənasında toplu isim deyil, el söz, amma insan mənasında, məsələn, el aşağı, el məsələn meydana yaxşı. Bu məna topludur. Bu uyğunsuzluq deyil. Bu səhvdir, səhv demək düzdür. Bunu çıxın. Müxtəlif ölçülü bateriyalar satışa çıxarılıb. Bateriya burada elə bir şey, qoşun mənası bateriya deyil də. Yanlış deyib, doğrudur. Topçular alayı gəlir arxadan. Alay toplu isimdir. Doğru deyib, doğru deyib, bununla çıxın. Öz bölük topludur, amma yanlış yazıb, ona görə səhvdir, 65 olur, D variantı. Salxım toplu deyil, qabağında yanlış yazılıb, doğrudur. 66-ya baxırıq. Hissəsinin qoşma ilə işlənə bilməyəcəyini. Tutaq ki, cümlədə 6 söz var. Yoldaşlar, 2 isə işlənmir də. Yelik, daha doğrusu təsirinə yelik. Ona görə 66-da D olur. Hansı sözlər isim və başqa indeksiyat kimi düşünülə bilər? Billur olmaz, bürünc olmaz. Coşqun olar isim sifət. Badımcanı olar. Badımcanı düzəltmək üçün badımcanı rəng mənasında. Kərpic olar rəng mənasında və təsiri və yaxud da hal şəkilçili isim. 3, 4, 5 A variantı. 68-də baxırıq. İlk iki misrada 2 yeli hallı, 3 adlı hallı isim var. İlk 2 misrada 2 yeli, 3 adlıq. Sən könül nəğməsisən. Könül nəğməsi. Bu yelikdir, bu adlıqdır. Şuşam adlıqdır. Baş tacı. Aha. Başın tacı yelikdir, adlıqdır. Səndə yuyulacaq hər ağrım, qəmim adlıqdır. 3 adlıq. 1, 2, 3. İlk misrada 2 yelik, 1, 2. İlk misra deyirik. 2 yelik, 1, 2, 3 adlıq. 1 doğrudur. Daha sonra mürəkkəb adın tərkibində mürəkkəb ad yoxdur. Yanlışdır. İkinci misrada amonim xüsusiyyətinə malik olan isim məcazi mənada işlənmişdir. Səndə yuyulacaq hər ağrım, qəmim. Amonim nədir burada? Ağrı. Düzdür? Məcazi yoxdur axı. Yanlışdır. İşlənə bilməz deyir, amma ağrı sözü məcazi işlənə bilərdi, ona görə yanlışdır. Nümunədəki bütün mənsub şəkilçili isimlərə aid olduğu şəxs, bütün mənsub şəkilçili isimlərinə aid olduğu şəxs dəqiq deyil. Niyə ki? Mənim Şuşam yalnız birinci şəxsdədir. Failə cavab 1, 3, 4, 68 oldu C. Havalandıran, vurğu üçüncü hecadısı, hava, havalandırma, belə olacaq. Neçə dəqiq çəkici olan əmələ demək olmaz? Olar. Həm isim, həm feili sifət olmaz.
Sözün kökü və özü isim düzəldiyi intiqsiya isə 2 şəkilçi olan feildir. Özü isim, sözün kökü və özü isim, hava isim, havalandırma isim. Düzəldiyi intiqsiyası belə düzəlib. Tərkibində 2 lex şəkilçi olan feil. Bəli, bu doğrudur. 69 olacaq C variantı. 3 lex şəkilçi isim olduğu dəqiq müəyyən etmək olmur, olur. Bunda olur. Yalnız adlı halda düşünülə bilən deməli qarını sözü sayı düşüb də yalnız adlı haldadır. Ağlı sözü də yalnız adlı haldadır, düzdür. Həm adlıq, həm təcrid halda düşünülə bilən. Burada fəsil sözünü düşünə bilərsə, Çin sözü bir halda olacaq. 1, 2, 4, 70 olacaq B variantı. Bu qədər yoldaşlar. Sağ olun, sağlıqla qalın.